Harop, səssiz qəhrəman. Bu adda elə bir güc, elə bir sükut gizlənib ki, düşmən onu eşidəndə artıq gec olur. Dostlar, bugünkü videoda Azərbaycanın ən təhlükəli, ən dəqiq və ən ağıllı silah sistemlərindən biri olan IEI Harop Loitering Munition, yəni kamikadze dron haqqında danışırıq. Elə bir sistem ki, müharibənin qaydalarını dəyişdi. Harop ilk dəfə olaraq 2009-cu ildə İsrail tərəfindən təqdim edildi. Lakin onun əsl gücü Azərbaycan ordusunun əlində ortaya çıxdı. Çünki bu sistem təkcə hədəfi vurmaq üçün deyil, hədəfi axtarıb tapmaq, izləmək və ən optimal anda özünü partladaraq məhv etmək üçün hazırlanıb. Bu dronun ən böyük üstünlüyü elektron müharibəyə davamlılığı və səssiz uçuşudur. Bu səbəbdən düşmən radarlarında özünü çox gec göstərir və çox zaman artıq görüləndə hücum bitmiş olur. Harop 9 saat havada qala bilir, 1000 kilometrdən çox məsafəni qət edə bilir və yüksək dəqiqlikli elektrooptik kameraları ilə həm gündüz, həm də gecə hədəfləri izləyərək mobil, gizlənmiş və ya hərəkətdə olan texnikaları belə tapıb məhv edir. 2020 Vətən müharibəsində Harop Azərbaycan üçün həlledici rol oynadı. Düşmənin hava hücumundan müdafiə sistemləri, radarları, artilleriya qurğuları və komanda məntəqələri məhz bu səssiz qəhrəman tərəfindən bir-bir sıradan çıxarıldı və bu, cəbhədə Azərbaycan ordusuna hava üstünlüyü qazandırdı. Haropun dəhşətli təsiri həm də psixoloji idi. Düşmən hər an yuxarıdan gələcək və görünməyən bir təhlükədən qorxurdu. Çünki Harop hədəfi seçməkdə sərbəstdir. Ona əvvəlcədən koordinat daxil etmək şərt deyil. O özü düşmən cihazlarının elektromaqnit şüalanmasını aşkarlayıb hədəfi müəyyənləşdirir və saniyələr içində qərar verərək hücuma keçir. Bu texnologiyanın gücü Azərbaycana müasir döyüş konsepsiyasına uyğun, çevik, dəqiq və itkisiz əməliyyatlar aparmaq imkanı verdi. Haropun gələcəyə təsiri isə daha genişdir. Azərbaycanın müdafiə sistemi artıq klasik ordudan modern dron ordusuna keçid edir və Harop bu dəyişikliyin simvollarından biridir. Bu səssiz qəhrəman göstərdi ki, döyüş meydanında həmişə ən böyük silah səsli olan deyil, görünməyən və dəqiq olanıdır. Videomuz xoşunuza gəldisə kanalı subscribe edin. Bu sizin dəstəyiniz olacaq ki, mən daha yaxşı videolar hazırlaya bilim.